Hörmətli cənab nazir, hörmətli təşkilat komissiyasının üzvləri, əvvəla hər birinizi salamlayıram. Bugün mən öz təqdimatıma ümummilli liderimiz Heydər Əliyevin kəlamı ilə başlamaq istəyirəm. Müəllim vəzifəsi ona görə şərəflidir ki, o cəmiyyət üçün ən dəyərli, ən bilikli, zəkalı, tərbiyəli vətənpərvəri yetişdirir. Şərqin belə bir kəlamı var, hər şey yoldan başlayır. Sözsüz ki, doğrudur, ancaq yolun başlanğıcında mütləq aydın aşkar məramın olmalıdır. Bu yolla hara gedirsən və məqsədin nədir? İnsan müxtəlif şəraitlərdə qərar qəbul edəndə öz-özünə 3 sual, məşhurların tablolarının birində deyildiyi 3 sualı biz kimi, haradanıq, hara gedirik verməlidir və çalışıb həmin suallara cavab tapmalıdır. Bugün mən bu suallara cavab vermək istəyirəm. Mən kiməm? Mən Fəttahpur Şəhla Əhməd qızı fəxrlə deyə bilərəm ki, mən Azərbaycanlıyam. Mən Bakı Dövlət Universitetini 1998-ci ildə bakalavr, 2000-ci ildə magistr pillələrini fərqlənmə diplomu ilə bitirərək, həmin ildən Tahir Bağırov adına 59 saylı orta məktəbdə fəaliyyətə başlamışam. Açığı deyə bilərəm ki, mən orada fəaliyyətə başlayanda məktəb ürək açan deyildi məktəbin vəziyyəti. Bizim məktəbimiz 300 nəfərlik məktəbdə 1800 nəfər şagird təhsil alırdı. Ancaq mən çox sağ ol deyirəm möhtərəm cənab prezidentimizə, Mehriban xanım Əliyevəyə, ona görə ki, bugün bizə belə bir şərait yaranıb və belə bir məktəb binası inşa edilib. Və bugün biz həmin məktəbdə çox gözəl informasiya, kommunikasiya texnologiyaları ilə təmin olunmuş məktəbdə dərslər veririk. Mən çox sevinirəm ona görə ki, həmin məktəbdə mən sanki qanad alıb uçmaq istəyirəm dərs keçən zaman. Bugün mən bir müəllim kimi öz ömrümü çırağa bənzədirəm. Şagirdlərimin yanan çıraq kimi çıraq sönənə qədər şagirdlərimin idrakına, duyğularına hopdururam. Bugün mən öz ömrümü aya bənzədirəm. Sanki bugün mən belə fikirləşirəm ki, mən ay kimi şagirdlərimin yolunda işıq salmalıyam. Dirilik suyudur hər kəlməsi inan, saadət tapıbdır onu içən kəs. Yaxşı müəllimdən yaxşı dərs alan heç zaman büdrəyə bilməz. Bugün mən pedaqoji fəaliyyətə başlayanda öz-özümə fikirləşdim. Mən necə etməliyəm ki, şagirdlərim məni sevsin, mənə hörmət etsin və mən hər bir şagirdimə şəxsiyyət kimi yanaşdım. Bugün biz şəxsiyyət yönümlü təhsildən danışırıq. Hər bir şagirdimə fərdi yanaşdım. Ünsiyyətdə və özüm üçün bu meyarları əsas tutdum. Ünsiyyətdə nəzakət və ədəb özünə və başqalarına hörmətin əsasıdır. Şagirdim mən qiymətləndirməyi nə qədər bacarıramsa, o qədər də hörmətə layiqəm. Mən bugün töyməti təklikdə, mükafatı isə kollektivdə verirəm şagirdlərimə. Bugün mənim bir müəllim kimi məqsədim nədir? Mən bugün şagirdlərimi yaradıcı fikir, yaradıcı məntiqi, tənqidi təfəkkürünü inkişaf etdirəm. Bugün mən bir dil ədəbiyyat müəlliməsi kimi, Azərbaycan ədəbiyyat müəlliməsi kimi şagirdlərimdə böyük bir maraq oyadıram öz fənnimə qarşı. Necə oyadıram? Deməli, mən əsasən ən birinci işləyən müddətdən bütün siniflərdə fərqi yoxdur. 5-ci sinifdən 11-ci sinifə kimi dərs ediyim siniflərdə mən öz şagirdlərimə fonetik qayda qanunları əməl etməyi ən birinci onu tövsiyə edirəm. Nəyə görə? Çünki bugün çox ağırlı yerimizdir ki, şagirdlərimiz yazdığı kimi danışırlar və bu da süni danışıq dilidir. Düzdür, problemlər, çətinliklər var idi, işlədiyim müddətdə zəngin olmayan mühit şagirdlərimdə lazımi bacarıqlar yarada bilmirdi, əzbərçilik meyillərinə can atırdı. Amma problemin yolunu bir müəllim kimi mən necə tapdım? Ən birinci öyrənməyi, öyrətmək mənim əsas məqsədim oldu. Mən şagird-müəllim münasibətində dəyişiklik yaratmaq qərarına gəldim. Mən şagirdlərim arasında paralel dərs ediyim siniflər arasında yarışmalar keçirdirəm və şagirdlərimi nəticədə mükafatlandırıram və onları daha çox həvəsləndirirəm. Bugünkü gün mən onların sərbəst düşünmələri üçün yaradıcı məntiqi tənqidi təfəkkürünü inkişaf etdirirəm. Bugün mən problemlərimin həlli üçün nələr etdim? Kurslar keçdim, təlim kurslarına keçdim. Bugün mən konferanslarda iştirak etmişəm, indiyənə kimi. Deməli, valideynlər ən əsas
və valideyn müəllim assosiasiyasına qoşuldum. Ən əsas mən valideynlərlə sıx əməkdaşlıq edirəm. Çünki şagirdin hər bir problemini biz müəllimlər bilirik və mən valideynlərlə əməkdaşlıq edərək hər bir şagirdimin problemini valideyn, müəllim və şagird üçlüyü ilə öz problemlərimi həll edə bilirəm. Onlar arasında problemləri həll edə bilirəm. Bugünkü gün bir müəllim kimi mən qarşıma hansı tələbləri qoymuşam? Ən birinci tələbim mənim üçün yaxşı fən kabineti yaratmaq olub. İkinci, pedaqoji fəaliyyətimi planlaşdırma bacarığım, İKT bacarığım, fən kurikulumlarla tanışlığım, fəal təlim üsullarına üstünlük verməyim, kütləvi informasiya vasitələrində nəşrlərim. Bugün mənim olimpiyadalarda şagirdlərimin göstəriciləri var. Bugün mənim abituriyentlərim yaxşı ali məktəbə qəbul göstəricilərim var. Ən birinci mən fən kabineti yaranmaqdan başladım, işə başlayanda. Deməli, fən kabinetimin içəri girən hər bir şagirdimi Ulu Öndərimiz Heydər Əliyevin kəlamı qarşılayır. Hər bir Azərbaycan vətəndaşı, hər bir Azərbaycanlı öz ana dilini, dövlət dilini mükəmməl bilməlidir. Və mən fən kabinetində müxtəlif fən kabinetim zəngindir. Bugünkü gün mənim fən kabinetim zəngindir və mən fən kabinetimdə Nizami Gəncəvinin bütün xəmsəsini, şairlərimizin şəkillərini, lüğətlərdən istifadə edir. Hər bir lüğət fən kabinetimdə öz yerini alıbdır. Bugün mən şagirdlərimi vətənpərvərlik ruhu da böyüdürəm. Hər zaman şagirdlərimə vətəni sevmək lazım olduğunu və hər zaman hər il mən şagirdlərimlə Xocalı soyqırımı, 20 yanvar şəhidlərimiz unudulmur haqqında tədbirlər keçirdirəm. Hər zaman şagirdlərimə vətəndaşı olmayandan olmaz ölkə vətəndaşı, Azərbaycan deyiləndə ayağa dur ki, ana yurdun ürəyinə toxuna bilər. Bugün mənim şagirdim Xocalı soyqırımına görə, Xocalı faciəsinin 19-cu il dönümünə görə şagirdim yüksək fikir nümayiş ifadə etdiyinə görə Bakı Şəhər Təhsil İdarəsi üzrə diplomla təqdim olunub, diploma təltif olunub. Və mənim işim də bu sahədə əvəzsiz qalmayıb. Bugün mən nümunə dərsləri necə qururam? Mən öz-özümə fikirləşirəm, mən dərsimi necə qurmalıyım? Mən birbaşa şagirdlərin gözü ilə təmasa girərək dərslərimi qururam. Mən şagirdlərimi fikirləşirəm ki, şagirdlərim dərsdə sərbəst olmalıdır. Mən öz-özümə belə fikirləşirəm, necə qurmalıyım dərsi? Mən dərsimi öz-özümdə 3 mərhələyə bölürəm. Birinci mərhələdə sanki münbit bir torpağa əkilmiş bir toxum kimi fikirləşirəm. Və bu birinci mərhələdə, aktuallaşdırma mərhələsində şagirdlərin motivasiyanın qurulması, tədqiqat suallarının verilməsi üzərində şagirdlərin fikirləşirlər. Və belə deyək ki, motivasiyanı quran zaman niyə, harada, nə zaman yox, belə etsəydiniz, əgər belə olsaydı, belə etsəydiniz, niyə belə oldu suallarına daha çox üstünlük verirəm bir müəllim kimi. Və dərsimin ikinci mərhələsini isə mən o torpaqda boyatmış, artıq cücərmiş bitki kimi düşünürəm. Dərsimin üçüncü mərhələsini isə artıq sümbül toxumları artıq mənim üçün yetişir. Və mən dərsə qoyduğum həmin dərsimin tələbini və alıram. Və hər gün mən bu dərsimi keçən zaman 3 rəmzi mən özüm üçün özlüyümdə 3 rəmzi saxlayıram. Deməli, mənim bugünkü gün mən şagirdlərimi kitabxanalara sövq edirəm, elektron kitabxanalara, məktəb kitabxanasına və şagirdlərimi bunlara cəlb edirəm. Və bugünkü gün bir müəllim kimi mən müasir kurikulum və fən kurikulum əsasında şagird yönümlü, tələb yönümlü, inteqrativ və nəticə yönümlü dərsləri bu səviyyədə keçirəm. Və bugünkü gün mən şagirdlərimin maraq və ehtiyaclarını artırmaq üçün və onlar özləri işləyir. Bugünkü gün mən özümü bir fasilitator, bələdçi kimi görürəm. Bugünkü gün ancaq şagirdlərimi isə tətbiq edən, təhlil edən, araşdıran bir şəxs görürəm. Bugünkü gün mən özümlə şagird arasında bir əməkdaşlıq yaradıram. Mən bunların nəticəsində nəyə nail oldum? Bu 13 il ərzində, işlədiyim müddət ərzində mən nəyə nail oldum? Mən bugün müasir dünyada bilik və bacarıqlara malik olan vətəndaşların yetişməsinə malik oldum. Bugün mənim qəbul göstəricilərim yüksəkdir, şagirdlərim olimpiyadalarda yerlər gətirir. Bugün mən şagirdimlə bir yerdə, 5-ci sinif şagirdimlə bir yerdə Zərifə xanım Əliyevanın ana qadın və alim mövzusunda təqdimat müsabiqəsinə görə
görkəmli xadimimiz oftalmoloq Zərifə xanım Əliyevanın xatirəsinə həsr olunmuş təqdimatda uğurlu iştirakına görə təltif olunubdur. Bugün mənim uğurlarım mən konferanslarda iştirak edirəm, şagirdlərimi istiqamətləndirirəm. Bugün mən öz təkliflərimi vermək istəyirəm, düzdür, vaxt bitdi, ancaq mən çox üzr istəyirəm, mənim təkliflərimə qulaq asasınız. Çox xahiş edirəm. Şagirdlərimin məntiqi təfəkkürünü, intellektual qabiliyyətlərini artırmaq üçün orta məktəblərdə çox istəyərdim ki, məntiq fənni tədris olunsun. İkinci nə istəyərdim? Bir müəllim kimi istəyərdim dərsliklərimizin dili aydın, yığcan məlumatlarla məsələnin mahiyyətinə qavranılmasına xidmət etsin. Belə düzdür, dərsliklərimiz çox yaxşı yazılıbdır, illüstrasiyalar, cədvəllər, bunlar hamısı öz yerini alır. Ancaq 10-11-ci sinif dərslikləri biraz akademizm daha çoxdur. Yəni, xahiş edərdim ki, orada akademizmdən uzaqlıq, akademizmə çox yer verilməsin. Şagirdim hiss edirəm ki, bir məlumatı bir dəfə yox, 5 dəfə oxuyan, 3 dəfə, 4 dəfə oxuyandan sonra daha yaxşı mənimsəyir. Bir də bugün nəyi demək istəyərdim? Onu demək istəyərdim ki, tələbə qəbulu üzrə Dövlət Komissiyasının verdiyi məlumatlarla dərsliyimizdə olan məlumatların bəziləri öz yerini almır. Nəyə görə? Məsələn, mən bəzi misallar göstərə bilərəm. Bugünkü gün, tutaq ki, 10-cu sinif dərsliyində idarə və uzlaşma əlaqəsi arasında 2 qat əlaqə göstərilir. Vaxtım bitdiniz. Yəni, 2 dəqiqə artıqlamışdım. Əyləş. Oldu, əyləşdiyimdə gedə bilərsiniz. Çox sağ olun. Telefonu çekiyor. Gəlin qarşıya. Əyləşin qarşıya. Bu şəkildə ayaq gələrək gəlir. Hörmətli müəllimlər, qiymətlərinizi elan edirəm. Məmmədova Sədaqət 9,32. Zeynalova Vətanət 9,32. Qasımova Vəfa 8,45. Həşimova Təranə 7,73. Mahmudova Sevda 9,77. Səmədova Aygün 9,55. Fəttahpur Şəhla Əhməd 9. Şahmaliyeva Suma 7,59. Ümbətova Yeganə 8,82. Məmmədova Lamiyə 8,45. Məhərramov Dilqam 7,64.